Nağd yoxsa kart? Müasir dövrdə bu sual təkcə rahatlıq deyil, həm də xərcləmə vərdişlərimizi müəyyən edən əsas amillərdən birinə çevrilib. Araşdırmalar göstərir ki, insanlar kartla ödəniş edərkən daha çox pul xərcləməyə meyilli olurlar və daha az tərəddüd edirlər. Çünki fiziki olaraq pulun azalmasını görmürük. Nəticədə planlaşdırılmamış xərclər daha asan baş verir. Psixoloq İlahə Aslanova bildirir ki, insanlar kartla ödənişlər etdikləri zaman daha çox xərcləyirlər. Bunun da bir sıra psixoloji səbəbləri var. Onlardan birincisi ödəniş ağrısı fərqi, yəni pain of paying. Şəxs ödəmə etdiyi təqdirdə və bu ödəməni nəqli etdiyi təqdirdə o zaman fiziki təmas yaranır, sayır və azaldığını görür və beyində belə bir siqnal yaranır ki, itkidir bu. İtki siqnalı gəlir. Lakin onlayn, təmassız və ya hər hansı bir kartla ödəmə olunduğu təqdirdə bu siqnal nəqddəki ödəmə qədər olmur. Yəni beyin itkini real itki kimi qəbul etmir. Cüzdanındakı pulun sayını və qədərini bilir şəxsi və o rəqəm konkretdir, amma kartdakı rəqəmlər isə abstraktdır. Psixoloq qeyd edir ki, nağd və nağdsız əməliyyatlar balanslı edilməlidir. Bu zaman büdcəni kontrollu idarə etmək mümkün ola bilər. İlham Əkəliyeva, Səbuhi Mustafayev, Ramil İbrahimov, Xəbər Ertəsi.